Korset taxan xanımlar, eyni zamanda vegan olan gənc qızlar. Mütləq xəbərlərimizi izləyin, çünki sağlamlığınıza çox böyük ziyan vurursunuz. Hansı ziyanları vurmaq üçün isə Saf televiziyasında xəbərləri izləyin. Günel İbadova studiyada, baxaq görək bugünə hansı tip xəbərlərimiz var. Onlar istehsal elədiyi qidaların və içkilərin içərisinə asıllıq yaradan maddələr qatırlar. O qədər asılı olursan ki, artıq o qida və yaxud da içki olmadan yaşaya bilmirsən. Bu qanuna ziddirmi? Əlbəttə. Amerikada şəhərlərdən birinin rəsmiləri ondan çox böyük korporasiyaların əksəriyyətini məhkəməyə verib. Səbəb isə odur ki, bizə bilərəkdən zərər vururlar. Rəsmi qurumlar Coca-Cola'nı məhkəməyə verir. Asıllıq yaradan maddələr qatdığını iddia edirlər. San Francisco şəhərinin rəsmiləri 10 aparıcı qida istehsalçısına, o cümlədən Kraft, Mondelez və Coca-Cola'ya qarşı iddia qaldırır. Şəhər rəsmiləri bu şirkətləri təkrar emal edilmiş qidaları qəsdən sağlamlığa zərərli və asıllıq yaradan məhsullar kimi satışa çıxarmaqda və reklam vasitəsilə sağlamlığa zərərli məhsulları təşviq etməkdə ittiham edirlər. İddiada vurğulanır ki, şirkətlər istehlakçılara məhsulların zərərlərini demir və bu, Kaliforniya qanunlarına əsasən ictimai qayda və ədalətli rəqabət prinsiplərini pozmaqdır. Məqsəd qida firmalarının sağlamlıq xərclərinə görə məsuliyyət daşıması və gələcəkdə aldadıcı marketinq taktikalarının dayandırılmasıdır. Şəhər rəsmiləri bildirir ki, təkrar emal edilmiş qidaların artan istehlakı ilə eyni dövrdə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və xərçəng kimi xroniki xəstəliklərin faizi yüksəlib. İddia sənədində bu vəziyyət ictimai səhiyyə krizi adlandırılıb. Bu iddia Amerika Birləşmiş Ştatlarında dövlət orqanları tərəfindən qida şirkətlərinə qarşı təkrar emal edilmiş məhsulların zərərliyinə dair olan ilk nümunələrdəndir. Əgər məhkəmə şirkətlərin lehinə qərar qəbul etməzsə, bu Amerika Birləşmiş Ştatlarında ərzaq təhlükəsizliyi və marketinq siyasətində mühüm president ola bilər. Açıq havada idman eləmək sağlamlığa xeyirdir, deyilmi? Bəli, amma təbiətin olduğu yerdə. Sən demə, böyük megapolislərdə, şəhərlərdə açıq havada idman eləmək sağlamlıqdan çox xəstəlik imiş. Birlikdə baxaq, yepyeni bir tədqiqat. Çirkli havada idman etmək sağlamlıqdırmı? Alimlər bu sualın cavabını verib. Yeni araşdırma göstərib ki, yüksək səviyyədə hava çirkliliyi fiziki məşqlərin insan sağlamlığı və ömrünə müsbət təsirini azaldır. News Medical saytında işıqlandırılan araşdırmada bir çox ölkələrdən 1,5 milyon yetkin şəxsi əhatə edən kohort tədqiqatları analiz edilib. Tədqiqatçılar açıq havada idmanın ölüm riskini azaltma qabiliyyətinə necə təsir etdiyini araşdırıblar. Nəticələr göstərib ki, tövsiyə olunan səviyyədə məşq ölüm riskini 30% azaldır. Lakin müasir iqlimdə bu fayda 12%-ə qədər düşür. Həmçinin yüksək çirklilik xüsusilə xərçəng və ürək damardan ölüm risklərinə qarşı idmanın qoruyucu təsirini də azaldır. Tədqiqatçıların qənaətinə görə sağlam ömür və idman üstünlüklərini qorumaq üçün hava keyfiyyətini nəzərə almaq vacibdir. Bir müddətdən sonra pis qiymət alan şagird və tələbə olmayacaq. Səbəbi bilirsiniz nədir? Alimlər zorla beyinə sürətlə informasiyanı yeritməyi öyrətdilər. Təsəvvür edin ki, oturmusunuz və beynimizə hansısa yeni dil yüklənir. Bir neçə il bundan əvvəl, hətta doğru deyim, 12 il bundan əvvəl izlədiyim bir videoda yer kürəsinin gələcəyi göstərilirdi. Orada ana bətnindən kənarda böyüdülən uşaqlar var idi ki, dostlarım deyirdi, bu fantastikadır. Hazırda Almaniyada uşaqlar ana bətnindən kənarda yetişdirilir. Orada deyirdilər ki, 2000-ci illərdə artıq insanlar yeməyi printerdən götürüb yeyəcəklər. Dostlarım gülürdü. Amma bugün İsrail artıq əti printer, 3D printer vasitəsilə çap eləməyi öyrənib. Və o videoda da bir gün deyilirdi ki, insan istədiyi dili beyninə köçürəcək, istədiyi kitabı beyninə sadəcə olaraq proqram kimi yeridəcək və istədiyi biliyi sadəcə bir klik vasitəsilə əldə edəcək. Bu mümkün oldu. Artıq kimin pulu varsa, bu proqramı kim istifadə edə bilirsə, alim də ola biləcək.
Yeni nəsə öyrənmək daha sürətli olacaq ultrasəs stimulyasiyası ilə. Plymouth Universitetinin alimləri göstərib ki, transkranal ultrasəs stimulyasiyası ilə insanın öyrənmə qabiliyyətini sürətləndirmək mümkündür. Təcrübədə iştirak edən 26 könüllü qısa stimulyasiya sensorlarından sonra pozitiv təcrübələri daha tez mənimsəyib və öyrənmə sürətində irəliləyiş göstərib. Metod dərin beyin stimulyasiyasının təsirlərini təkrar edir, lakin cərrahiyyə və implant tələb eləmir. Bu, depressiya, asıllıq və qidalanma narahatlığı kimi psixi pozuntuların terapiyasında təhlükəsiz alternativ variant təqdim edir. Təcrübədə qulaqlı nüvə hədəflənərək davranış modellərinə təsir göstərir. İştirakçılar optimal qərarları daha tez qəbul edir. TUS adlanan bu metod motivasiyanı artırır, həm də öyrənmə sürətini yüksəldir. Cərrahi stimulyasiya ilə oxşar effektlər yaradır. Alimlər qeyd edir ki, bu metod gələcəkdə təhsil və nevroterapiya sahələrində çox geniş tətbiq olunacaq. Heyvanların öldürülməyinə etiraz edən və heyvan əti yeməyən gənc xanımlar. Xüsusilə sizlərin orqanizmində bu necə təsir edir, bilirsinizmi? Alimlər araşdırıb və məlum olub ki, məhz vegan gənc qızlarda anemiya riskləri 14%-ə qədər artır. Anemiya isə bilirsiniz nə deməkdir? Anemiya o deməkdir ki, halsızsınız, heç nəyə həvəsiniz yoxdur, depressiyadasınız, hətta dərslərinizi belə eləməyə halınız qalmır. Demirəm ət yeyin, amma ən azından ətin tərkibindəki məhsulları əvəzləyəcək qidalardan istifadə edin. Bu lobyadır, balıq ətidir, qoz fındıqdır və s. və ilaxır. Bu siyahılar hər yerdə var, əldə edin. Vegansınızsa mütləq şəkildə həftəlik rasionunuzda əti əvəzləyən məhsullardan istifadə edin. İzləyək. Bitki əsaslı pəhriz saxlayan, xüsusilə vegan gənc qızlar sizi anemiya gözləyir. Yeni araşdırma göstərir ki, güclü menstruasiyalar və ət məhsullarını məhdudlaşdıran bitki əsaslı diyetalar yeniyetmə qızlarda anemiya riskini xeyli artırır. Təxminən 400 İsveçrəli gənc məktəbli qızın iştirakı ilə aparılan araşdırma göstərib ki, güclü menstruasiyalar və ət məhsullarının məhdud istehlakı dəmir əksikliyinə yol açır. Tədqiqat PLOS ONE jurnalında dərc olunub. Alimlər məqalədə bildirib ki, 14% dəmir əksikliyi, fiziki yorğunluq, diqqət və zehni zəiflik, eləcə də depressiya kimi simptomlara səbəb olur. Bu vəziyyət yeniyetmələrin inkişaf və təhsil dövründə əhəmiyyətli təsir yaradır. Lakin kifayət qədər dəmir qəbulu ilə əksər təsirlər geri çevrilə bilər. Araşdırmaya görə qızların 53% menstruasiya zamanı güclü qanaxmadan şikayət edib. Bu da idman və gündəlik fəaliyyətə mənfi təsir göstərir. Mütəxəssislər vurğulayır ki, dəmir əksikliyinin qarşısını almaq üçün yeniyetmələr balanslı qidalanmalı və lazım gəldikdə dəmir əlavələri qəbul etməlidirlər. Xüsusilə güclü menstruasiyaları olan və bitki əsaslı diyeta ilə qidalananlar diqqətli olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə Avropa və Mərkəzi Asiyada təxminən 44,8 milyon qadın anemiyadan əziyyət çəkir. Bu sözü həmişə deyirəm. Gözəl görünmək sağlam olmaqdan üstündür. Korsetlər yenidən dəbdədir və mütəxəssislər xəbərdarlıq eləyir. Daima uzun müddət sıx korsetlərdə, bədən yığan bodilərdə, lifting effekti verən corablarda bədəninizdə, orqanınızda, daxilinizdə nələr baş verdiyini bilmirsiniz. Əgər bilsəz, gözəl görünmək yox, sağlam yaşamaq istəyirsiniz. Maraqlı xəbərdir, birlikdə baxaq. Korset və dar geyimlər sağlamlığa zərər vurur. Yenidən dəb olan korsetlər, bədən formalaşdırıcı bodilər və korreksiya edici corablar uzun müddət geyildikdə insan orqanizminə ciddi mənfi təsir göstərir. Bu barədə Rusiyanın Perm Politexnik Universitetinin elmi müşaviri, tibbi elmlər namizədi Sergey Solotnikov danışıb. Uzun müddət sıxılma diafraqmanı və ağciyərləri təzyiq altında saxlayır. Nəticədə səthi nəfəs alma, oksigen çatışmazlığı və hətta ürək fəaliyyətində də pozulmalar baş verir. Həzm sistemi yavaşlayır, mikroflora dəyişir, qəbizlik və iltihabi xəstəlik riski artır. Dar geyim əzələləri zəiflədərək düzgün duruşa mane olur, nevroloji ağrılar və əlavə ürək-damar yükü yaradır. Xüsusilə bədən formalaşdırıcı bodilər qadınlar üçün risklidir. Yanlış ölçü və uzun müddət geyinmə daxili orqanlara, reproduktiv sistemə təsir edərək menstruasiya pozuntularına səbəb olur. Çanaq bölgəsində ağrılar başlayır və əzələlər zəifləyir.
tətikləyir. Dar geyim limfa axınını da pozur, ödəm və detoks funksiyasının azalmasına gətirib çıxarır deyə mütəxəssis xəbərdarlıq edir. Ekranda gördüyünüz bu kapsula bir neçə ay əvvəl xəbər verdiyimiz evtanaziya üçün kapsula deyildi, oxşuyur amma. Evtanaziya üçün kapsulada insanlar artıq yaşamaq istəmədiyini deyir və dövlət onları belə yerə uzadıb həyatlarına son verirdi. Amma bu ekranda gördüyünüz isə çinmək üçün kapsuladır və qiyməti 600.000 manatdan daha çoxdur. Xüsusi spalar üçün nəzərdə tutulub. 15 dəqiqə ərzində bu çinmək üçün kapsula sizi həm çimizdirir, həm də qurudur. Unikal, amma çox bahalı bir həzdir. Birlikdə izləyək. Çinmək üçün yeni nəsil spa kapsula istehsal edilib. Cihazın biometrik izləməsi və relaksasiya sistemi var. Yaponiyanın Science şirkəti Osaka Kansa Expo 2025 sərgisində təqdim etdiyi tam avtomatlaşdırılmış yuma və relaksasiya kapsulasını istehsala buraxıb. Mirai adlanan kapsula bədəni mikrosəviyyəli köpük texnologiyası ilə təmizləyir, eyni zamanda su axını, istilik, işıq və səs effektləri ilə spa mühitini imitasiya edir. Cihaz istifadəçinin bədən mövqeyini skan edən biometrik sistemə təchiz edilib və proses müddətini fərdi olaraq tənzimləyir. Kapsulanın uzunluğu 2,5, eni 1 metrdir. İstifadəçi kapsulaya uzandıqdan sonra bütün mərhələlər avtomatik icra edilir. Əvvəlcə yumuşaq mikroköpük yuma sistemi işə düşür, ardınca masaj effekti verən su axını və relaksasiya üçün vizual səs mühiti daxil edilir. Prosedur təxminən 15 dəqiqə davam edir. Cihazın daxilinə inteqrə edilmiş hava sistemi bədəni tam qurudur. Şirkət kapsulanın yalnız məhdud sayda, yəni 50 ədəd istehsal olunacağını açıqlayıb. Məhsul əsasən premium spa mərkəzləri, otellər və sağlamlıq məkanları üçün nəzərdə tutulub. Kapsulanın satış qiyməti $385.000, yəni 654.500 Azərbaycan manatı. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərləri Saf televiziyasındadır. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.